Milli TV-yə müraciət edən bir qrup Bakı şəhər Suraxanlı rayonu ərazisində yaşayan sakinlər bildirirlər ki, yaşadıkları Binə-Hövsan qəsəbələri ərazisində, Binə-Hövsan yol birləşmələrində avtonəqliyyatlarla hərəkətdə olarkən qeyd olunan ərazilərdə yolların üzərində yol ayrıcıları birləşdirən, kəsişmələrdə yol hərəkət nişanlarının olmaması səbəbindən baş verən avtoqəzalar nəticəsində kimin haqlı, kimin haqsız olmasını müəyyən edə bilmirlər. Bəzi hallarda da baş vermiş avtoqəzalar nəticəsində haqsızı haqlı, haqlını da haqsız duruma düşdürürlər. Burada hadisələr olur, üstünlük həmişə verilir bu yola. Küçədən çıxana. Bu küçədən çıxana. Amma əslində neçə ildir, 40 ildir şofirik. Bildiyimiz qədərilə bu yolda həm znak var, həm yolunda xət var. 3-cü dərəcəli yol olmalıdır bura, bildiyimiz qədərilə. Üstünlük ziyanı biz ödəyirik. Xəbərdar edici nişan var mı? Heç bir nişanında yoxdur. Yəni burada bir znak var ki, bilirsən döngəsi var ya, ötmək qadağanlı. Burada heç nə də elə oradan çıxan. Heç bir nişan yoxdur. Heç bir nişan olmadan üstünlüyü verirlər, buna ancaq cərimə ödəyir. Sizi cərimə edirlər. Burada da heç bir xəbərdar edici nişan yoxdur. Nəyə əsas gətirərək sizi Sağı buraxmazsan. Yəni əsasları bu olur. Əsası olur. Heç bir nişanla heç nə də yoxdur. Görsənir, bilinir, bax. Bu adam burada... Ərazi olaraq ünvanı tam dəqiq deyin zəhmət olmasa. Binə-Hövsan yolu Oba marketin yanı. Suraxanlı rayonu. Suraxanlı rayonu, bəli. Hal-hazırda bu yolla gəldiyim yerdə yolun hardasa bir 3 metrliyinə mən çatmışdım. Bayandan gələn maşın hardasa bir 70-80 sürətlə gəlirdi. Elə də videoya düşübdü. Obanın kamerasına düşübdü. Baxdı, yoxladı, hələ o şoförə deyir ki, İlqar müəllim. O surətlə yola çıxarlar. İlqar müəllim kimdir? O Dövlət Yol Nişanlama Kapitanı İntiqam müəllim deyərək. İntiqam müəllim. Suraxan rayonunda. Onunla belə yenə günahı qoyurlar mən sonra. Bu yol gecə tüpüqə dirənir. Amma bu yol Hövsan Binə yoludur. Bu yola... Siz burada qəza şəraiti yaranır. Bəli, qəza. Mənə deyir ki, günahkar sənsən. Baş yol demək olarsa, baş yolda mənəm. Gələn mənəm. Üzü belə gedirəm, Ülviyə tərəf. Amma bilinmir burada baş yol hansı? Bəli, bilinmir. Amma küçədən çıxan maşın məni vurur, üstünlüyü də küçə maşınına verir. Mən çıxdım bu beton yolundan Ülvi marketə qədər 32 dənə bu yola çıxış var. 32 yolu mən gözləyib getməliyəm, yoxsa küçədən çıxan gözləməlidir. Bu nə kimi düzgündür, nə kimi qanuna uyğundur. Burada heç nə yoxdur, heç nə bilinmir. Burada mən günahsızam, şəxsən mən günahsızam, məni günahkar çıxartdılar. Mən sığortam o maşını düzəldir. Nəyə görə? Hazır onu düzgünlük eləsinlər də. Suraxan rayon ərazisində avtoqəza elədim mən burada. Mən üzü beton yol tərəfdən gəlirdim, Ülvi İnşaat tərəfi istiqamətində. Sağdan çıxan maşın, yəni əlimdə video görüntülər də var. Sağdan çıxan maşın veski çıxdı qabağıma vurdu. Qay çağırdı, qay gəldi, İntiqam müəllim gəldi, rəyi bildirdi, üstünlük rəyi verdi. Sağdan ikinci dərəcəli yol kəsişməsinə çıxan avtomobilə. İdarənin özünə yaxınlaşdım ki, dedim, bəs gedib şikayət eləyəcəm, yəni bununla bağlı. Siz düzgün rəy bildirmişsiniz, orada iznak yoxdur, bir şey yoxdur. Sən hansına əsasən, sən mənə orada yəni mənfi bildirirsən, fikir bildirirsən. Dedi, rəyin haraçdır, ged orada şikayət elə. Bizim də yəni bir dənə xahişimiz budur ki, bura bir dənə yol iznakı təyin olunsun ki, biz də bilək ki, yəni xəbərdar edici iznak olmalıdır ki, bəli, böyük yoldur da, indi hərəkət var. Çərəz beton yoldan gəlir bu yol, düz Ülvi İnşaatın yanına düşür. Yəni qlavni yola birləşik yol. Bu yol isə, yəni çəkə də bilərsiniz, ikinci dərəcəli yolun kəsişməsidir, qısa bir məsafədir. Üstünlüyü bura verir. İndi xahiş edirəm bir dənə bunu işıqlandırın. Yəni bundan sonra indi bura qədər olan olub. Bundan sonra yəni olacaqları yəni son qoyaqda, yəni qarşısı alınsın, bəli. Yaranmış vəziyyətlə bağlı şikayət edən vətəndaşlar aidiyyatı qurumlardan ərazidə nizamlayıcı nişanların quraşdırılmasını xahiş edirlər.